80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, X qəzetini oxuyanların sayını tap. X qəzetini oxuyanların sayını M, Y qəzetinin sayını oxuyanların sayını K ilə işarə etsək, hər iki qəzeti oxuyanların sayı N olarsa, M bərabərdir. Y qəzeti oxuyanların sayının 4 misli qədər olduğu üçün M bərabərdir 4K-ya. L-irqin diaqram vasitəsilə biz bunları ifadə edək. X, Y, hər iki qəzet oxuyanları N ilə işarə etsək, M çıx N burada, K çıxılsın N-də təkcə Y qəzetini oxuyanların sayı olar. Ümumilikdə isə qəzet oxuyanların sayı 80, oxuyanlar və oxumayanların birlikdə sayı 80 nəfərdir. Burada qəzet oxuyanlarla qəzet oxumayanların sayı bərabər olduğu üçün, hər iki qəzet oxuyanların sayı bərabər olduğu üçün, deməli, burada 80 çıxılsın N-ə bərabər olacaq. Yəni, qəzet oxumayanları çıxsaq buradan ümumi ifadəni verər. M çıx N üstəgəl N, üstəgəl K çıx N bərabər olmalıdır 80 çıxılsın N-ə. Hər tərəfdən N-ləri islah etsək, mənfi N də buradan gedər. M plus K bərabərdir 80. M-in yerinə 4K yazsaq, 4K plus K bərabərdir 80 alarıq. Və K bərabərdir 80, deməli 5K bərabərdir 80. 80-i də 5-ə bölsək düşər 16. K 16-dır. Bizdən X qəzetini oxuyanların sayı tələb olunur. X qəzetini oxuyanlar 4K olduğu üçün 4 vurulsun 16 bərabərdir 64 alarıq.